Ha, salam hörmətli izləyicilər. Bax, axır ki tapdım sizə. Axır ki tapdım. Alballıqda, Vişnyovkada. Vişnyovka Alballıq, Bilgət tərəf. Bax, vurun. Veysdə. Yazın ora. Alballıq, Vişnyovka, Bağlar Market. O tərəfdə. Qiymətlə münasib 145 min. Axır ki tapdım. Şif-şirin bağ evi. Bəyək həyətinə girdim. Ev sahibine dedim ki, kardeş bu tez satılacaq. Çünkü baxırsan da girirsən həyətə ayağımı qoyan kimi, baxanda ki şirindir, o ev tez satılır. Çünkü müştəri gələn kimi alacaq bunu. Qiymət münasib, sənədi var, torpağın kupçası var, çıxarışı var. İstəsöz evə dalmaq olar. Yəni behivzi versöz, bir 10 günə zada alıb ev sahibi sizə onu təşkil edəcək. Deməli, bax bu giriş qapımızdır. Şəxsi tikilidir ya. Makler evidir. Həyətində bax belə ağaçlar, zeytun, alça. Bu nədir? Bir alça deyil, yox. Yox. Gilas üzürü sayın. Gilas. Arxasını da keçib göstərir. Bax, qəşəng şip-şirin. Hardasa 110-100 kvadrat metrdir. Həyəti tam etdi. Evimiz köksülüdür. Tam təmirli. Gəl bir dənə evimizin arxasına nəzər yetirək. Gəl. Deməli, evimiz cütdaşdır, kəməri atılıb. Yasəmənə bax. Şambosu buradadır. Sonra, hörmətli izləyicilər, bura su ambarıdır. Şirin suyu vardı, yəni xətti vardı. Ağaçları çəkdim, Yasəmən, qoz ağacı. Üzürü sahibi, bir nəsə öskürək tutma. Su ambarı. Kombi xanası buradadır. Qazan xanası. Ha burada. Gəl. İndi orada kombisi yoxdur. Yəni kombisi də quraşdırıb verəcəksə. Sonra bunu sən özün əkimsən ha belə gülləri. Yaxşıdır. Gəl. Ha burada belə bir teras kimi. Çıxdın, otur stol qoyursan burada dincəlirsən. Gəl. Buyur, keç. Evimiz təmirlidir, şəxsi tikilidir. Təmirdən sonra heç kim yaşamıyor. Giriş hissəsi, mətbəxinə baxaq. Və mətbəx sahəsidir, mətbəxi. Yəni görürsünüz, təmirdən sonra yaşayan olmuyor. Səliqəli, qapıları da təzədir. Həm 3 neçə manat alıblar. Qonaq otağımız. Maşallah 5-in 4-ə 20 kvadrat metre ilə qonaq otağı. Neçədir bəs? 6'nın 4'ə üzürü sayın. 6'nın 4.50'yə. Yaxşıdır. 25 kvadrat metr, əla. Mən mətbəxinə baxdıq, qonaq otağına baxdıq. Bu birinci yataq otaqdır. Qəşəng salat aboylar seçilib. Ağlar salat qəşəng kontrast verir. Hamam tuvaleti, aksesuarlar da vardı. Bir dənə baxaq, axırıncı yataq otağına. Gəl. Bu da ən balaca otağı budur. Bu da ki 3 yarımın 3 yarımı. Ölçüləri ayarladı. Kim alsa Allah xeyir versin. 145 min kupça çıxarır.